Növbəti valideyn klubunda hansı mövzunun olmasını istərdiniz və nə üçün? Mən ilk öncə təşəkkür edirəm hər birinizə zəhmətiniz üçün, başda İlkin müəllim olmaqla. Düşünürəm ki, İlkin müəllim artıq özü kifayət qədər hansı mövzuların olacağını çox gözəl bilir, yəni ehtiyac olan mövzuları bilir artıq. Məsələn, mənim üçün maraqlı olardı ki, şagird-müəllim münasibətləri, yaxud müəllimlərin şagirdlərdə necə düzgün müraciət formaları, özgüvən yaratmaq, məsələn, bu mövzular mənə çox maraqlıdır. Özüm də həm bir müəllim olaraq, həm də valideyn olaraq bu mövzular mənə çox maraqlıdır. Yəni o mövzularda da xüsusilə sevə-sevə iştirak edəcəm. Salam Güney xanım, ilk öncə yaxşı ki iştirak elədiniz, xoş oldu sizi görmək. Növbəti valideyn klubundan gözləntiləriniz nələrdir? Əvvəla mən təşəkkür edirəm belə bir təşəbbüs üçün. Çünki bu cəmiyyət əgər düzələcəksə, bu ilk növbədə bizim analarımızdan başlamalıdır və möhtəşəm bir təşəbbüsdür. Məhz elə bu klubun sayəsində bizim nəinki bu günümüz, həm də sabahlarımız düzələcək. Gözləntilərim isə daha çox valideynin iştirakıdır. Bacardığımız qədər bu layihəni biz genişləndirməli və yaymalıyıq ki, hər valideyn öz evinin, öz respublikasının idarə etməsində müəyyən müsbət dəyişikliklər eləsin və bu da dolayısıyla məktəblərə sirayət eləyəcək. Uğur olsun. Növbəti valideyn klubunda hansı mövzunun olmasını istərdiniz və nə üçün? Mən sizə təşəkkür edirəm əvvəla belə bir təşəbbüs irəli sürdüyünüz üçün. Mən düşünürəm ki, bu Azərbaycanda ilkdir və gələcəkdə böyük bir inqilabın başlanğıcı olacaq və daha geniş vüsət almasını istəyərdim. Daha çox valideyn iştirak etməsini arzulayıram. Və məsələn, mən istəyərdim ki, valideynlərin öz övladları ilə evdə daha səmərəli vaxt keçirmək üçün hansı addımları atmalı olduqlarına toxunulsun. Valideynlər uşaqlarla çox vaxt keçirmirlər, uşaqların mobil telefonlardan və sair asılılığı artır və daha çox valideynlərin öz övladları ilə səmərəli vaxt keçirməsi üçün onlara tövsiyələr verilməsini arzulayardım. Salam İlker xanım, ilk öncə valideyn klubu layihəmizdə iştirak etdiyiniz üçün təşəkkür edirik. Bugünkü valideyn klubu layihəmizdən hansı faydaları əldə etdiyinizi düşünürsünüz? İlk öncə təşəkkür edirəm. Düşünürəm ki, əslində bu valideyn klubu psixoloji olaraq inkişafa çox kömək edir. Yəni təkcə təhsil üçün yox, ümumi cəmiyyətin inkişafı üçün çox yaxşıdır. İnanıram ki, inşallah ki, çox yaxşı nəticələr olacaq həm valideynlər üçün, həm də müəllimlər üçün. Təşəkkür edirəm.